Bu videoda dəyişən yaratmaq üçün var və const ifadələrinə, həmçinin riyaziyyat obyektinə baxacağıq. Var və const ifadələri nədir? Bundan əvvəlki mövzuda let ifadəsindən istifadə elədik. Let A bərabərdir 5. Amma JavaScript dəyişən yaratmaq üçün var və const ifadələri də var. Const dəyişən deyil, sabit. İndi yazdıqca göstərəcəm. Let A bərabərdir 5. Let A bərabərdir 5-in dəyişəni, daha doğrusu let A ilə dəyişən A dəyişənini yaradırıq. Bundan əlavə var açar sözü ilə də dəyişən yaratmaq mümkündür. Var A bərabərdir 5, alert A. Bu şəkildə yazaraq eyni dəyişəni yaratmış oluruq. Bəs bu let varın fərqləri nədir? Onların bir sıra fərqləri var, funksiya daxilində istifadə olunanda və s. Bunları irəlidə funksiyalar keçində və digər mövzular keçində daha ətraflı görəcəyik. Amma ilkin giriş olaraq mən sizə bunların bir fərqini izah etmək istəyirəm ki, bu kodları görəndə internetə qarşınıza çıxsa bilin ki, var nədir, let nədir? Deməli, letlə bir dəyişəni yaradırıq, let A bərabərdir 5. Sonradan qiymətini də dəyişə bilərik, nə istəyirsə edə bilərik. Və qiymətin dəyişəndə nəzərə çatdıraq ki, son qiymət götürülür. Yəni, A bərabərdir 5 yazdım, sonra A bərabərdir 6 yazdım. Alert eləyəndə, çıxardanda bunu son qiymət götürüləcək. Gördüyümüz kimi 6 yazılmış olacaq. 6 qiymətini görmüş olacaq. Let ifadəsində belə bir şey var ki, bir dəyişəni bir dəfə elan edinizsə, ikinci dəfə elan edə bilmərsiniz. İkinci dəfə let A bərabərdir 6 yaza bilmərsiniz. Siz əgər C++, Java kimi dillərlə məşğul olmuşsunuzsa, oradan da bilirsiniz yüksək ehtimal ki, məsələn, bir dəfə int A bərabərdir yazdıq, A bərabərdir 5. İkinci dəfə int A bərabərdir 8 yaza bilmərsiniz, 7 bərabərdir yaza bilmərsiniz, xəta verəcək. Bir dəyişəni bir dəfə elan edirsiniz, let A bərabərdir 5 olaraq. İkinci dəfə dəyişəni elan edə bilmərsiniz. Yəni, bir eyni dəyişən ikinci dəfə siz yarada bilmərsiniz, təyin edə bilmərsiniz. İkinci dəfə sadəcə qiymətin verə bilərsiniz. Doğru olan da budur. Yəni, bir çox proqramlaşdırma dillərində bu şəkildə. Dəyişəni bir dəfə yaratdınız, ikinci dəfə sadəcə qiymətini dəyişirsiniz. Eyni anda dəyişəni yarada bilmərsiniz. Amma burada var ifadəsində belə bir şey var. Siz var ifadəsini yazdıqda, var A bərabərdir 5, ikinci dəfə eyni adlı dəyişəni elan edə bilərsiniz. Yəni, eyni dəyişəni belə deyək ki, ikinci dəfədən yaratmış olursunuz və heç bir xəta ilə rastlaşmırsınız. Bu şəkildə də dəyişəni yaratmaq mümkündür. Amma indi hal-hazırda daha çox letdən istifadə olunur. Bir çox proqramlaşdırma dillərində də dediyim kimi. Yəni, bir dəyişəni bir dəfə yaratdınızsa, ikinci dəfə təzədən yaratmırsınız. Bir dəfə yaratdınız və salam. İkinci dəfə sadəcə qiymətini dəyişirsiniz. Yəni, təbii ki, qiyməti dəyişmək mümkündür ikisində də. A bərabərdir 15 yazırıq. Məsələn, yeniləyək səhifəni. Gördüyümüz kimi 15 çıxır. Yəni, bir dəfə siz 5 yazdınız, sonra 15 elədiniz. Yəni, burada hər hansı bir problem yoxdur. Sadəcə məsələ nədədir? Məsələ budur ki, siz bir dəfə let A bərabərdir 5 yazdınız, ikinci dəfə let B bərabərdir 8 yaza bilmərsiniz. Bu sizə bir xəta verir. Konsolda da bir xəta göstərir. Amma siz bir dəfə yazdınız var A bərabərdir 5, var A bərabərdir 12. Burada artıq hər hansı bir xəta ilə rastlaşmayasınız. Yəni, ilkin fərqlərdən budur, let və var arasında. Hər ikisinin qiyməti təbii ki, sonradan dəyişilə bilər. Bir də var const ifadəsi. Const nədir? Const da belədir ki, qiyməti əvvəlcədən bir dəfə verirsiniz, sonra qiyməti dəyişə bilmərsiniz. Məsələn, siz konstant A bərabərdir 5 yazdınız, sonra A bərabərdir 8 yaza bilmərsiniz. Bu sizə xəta verir. Konstant, yəni sonradan qiyməti dəyişilməyən anlayışlar üçündür. Konsola baxaq, görürsünüz xəta verir. Assignment to constant variable. Yəni, siz bunun qiymətini dəyişə bilmərsiniz. Bir dəfə A bərabərdir 5 yazdınız, ikinci dəfə A bərabərdir 8 yaza bilmərsiniz. Yəni, bu formada yaza bilərik. Yəni, constant A bərabərdir 5 bir dəfə yazdıq, amma ikinci dəfə bu A-nın qiymətini dəyişə bilmərsiniz. Yəni, əsas məsələ budur. Yəni, let və var ifadələrində siz bunun qiymətini, dəyişəni yaratdığınız qiymətini sonradan dəyişə bilərsiniz. Aralarında bəzi fərqlərlə təbii ki, qiyməti dəyişə bilərsiniz. Amma konstantda bu qiyməti dəyişməyiniz mümkün deyil. Yenidən qayıdaq let və var ifadələrinə. Letdə varda, yəni bir neçə fərqdən biri budur ki, bir neçə fərqdən biri deyirəm, o birlərinə də irəlidə baxacağıq. Yəni, letdə yenidən dəyişəni yarada bilmərsiniz, amma varda yarada bilərsiniz. Amma başqa fərq də var, skopların içərisində yazmaq. Yəni, siz fiqurlu mötərizələrin içərisində də dəyişəni yaradıb istifadə edə bilərsiniz. Məsələn, let ifadəsində, var ifadəsində bir sıra fərqlər var burada. Mən yazdım let A bərabərdir 8. Məsələn, mən burada yazacağım alert A. Məsələn, gördüyümüz kimi 8 çıxır. Amma alerti mən fiquru mötərizədən kənarda yazsam, bu sahədən, bu elə bir ki, kodun bir sahəsi deyil. Fiquru mötərizələrdən kənarda yazsam, skoplardan kənarda yazsam, alert A, gördüyümüz kimi işləməyəcək. Deyəcək, A is not defined. Yəni, A deyə bir şey yoxdur. Letdə əsas fərqlərdən biri budur.
Skopların içində yazırsınızsa, siz bunu kənarda istifadə edə bilməzsiniz. Xəta verir. Amma var olaraq yaradırıqsa, siz bunu kənarda da istifadə edə bilərsiniz. Baxaq. Gördüyümüz kimi 8 çıxır. Yəni, digər fərqlərdən biri də budur ki, let-lə yazdıqca siz bunu kənarda istifadə edə bilmərsiniz, xəta verir. Varla yazdıqda isə kənarda istifadə edə bilərsiniz. İkinci fərq budur. Digər fərqlərə isə irəlidə yavaş-yavaş keçdikcə baxacağıq. Where and let const var. Bunların da fərqini anlamış olduq. Artıq riyaziyyat obyektinə də keçid edə bilərik. Bəlkə də sadə bir obyektdir. Bunu sizə bir göstərmək istəyirəm. Mass object reference. Buna daxil oluram. Mass object. Google-da yazsanız JavaScript mass object və ya ChatGPT-də yazsanız çıxaracaq sizə bu obyektin funksiyalarını. Bunlar nədir? Bunlar riyazi funksiyalardır. Yəni, bunlar belədir ki, sizin əzbərləməyinizə ehtiyac yoxdur bunları. Sadəcə siz bunların var olduğunu bilməlisiniz. Hər proqramlaşdırma dilində riyaziyyat obyekti var. Yəni, riyazi əməliyyatların aparılması üçün obyekt var. Siz o obyekt və yaxud sadəcə funksiya var. Siz bu funksiyalar vasitəsilə riyazi əməliyyatları apara bilirsiniz. Məsələn, kökaltının tapılması, modulun tapılması, kosinusun tapılması, sinusun tapılması, maksimumun tapılması, bu da sabitlər də var. Məsələn, konstant pi var burada. Pi sabiti 3,14. Tapılması, random təsadüfədir. Baxın, belə əməliyyatlar üçün mass obyekti var. Mass obyektin, məsələn, sadə bir funksiyasına baxaq. Mən burada yazıram ki, let a bərabərdir. Mass nöqtə. SQRT. SQRT funksiyası nə edir? Mass obyekti. Obyektin adını yazırıq, nöqtə qoyuruq. SQRT 9 yazırıq. Mass nöqtə SQRT 9. Alert eləyək. Alert a. Bax, bizim qarşımıza nə çıxardır? 3 çıxardır. Niyə? Çünki SQRT funksiyası kökaltını tapmaq üçün istifadə olunur. Bunu əzbər yadınızda saxlaya bilərsiniz. Bu siyahıdan da baxa bilərsiniz. Yəni, müəyyən qədər İngiliscə bilirsinizsə, bu funksiyaların qarşısında yazılan sözləri rahatlıqla başa düşə bilərsiniz. ChatGPT-də Azərbaycanca yazsaz belə, onsuz da sizə nəticəni verəcək. JavaScript-də kökaltı tapmaq yazsaz ChatGPT-də SQRT-ni sizə göstərəcək. Ona görə deyirəm ki, bunları əzbər bilməyə ehtiyac yoxdur. Bir neçəsini mən göstərəcəm. Qalanını sizə lazım olduqca axtarış edərək, ChatGPT-yə yazaraq, Google-da axtarış edərək rahatlıqla tapa bilərsiniz və yaxud bu siyahıya da baxaraq. Məsələn, ABS var burada. Bu kökaltı yox, modulu tapır. Məsələn, mən yazdım mass.abs -5. -5-in modulu nədir? 5-dir. Gördüyümüz kimi 5 çıxmış oldu. Bizə bunu göstərmiş olur. Sonra, məsələn, mass.round var, yuvarlaqlaşdırma, bu lazım olur. Məsələn, 9.8, məsələn, round. 10, gördüyümüz kimi 10 çıxmış oldu. Burada yuvarlaqlaşdırma funksiyaları da fərqli-fərqlidir. Məsələn, round var, scale var, fuller var. Burada 2-3 cür var. Məsələn, tutaq ki, mass.round yazıram, 9.8. Bu yaxına yuvarlaqlaşdırır. 9.8-i 10 eləyir. Məsələn, 9.3-ü 9 eləyəcək, baxaq. Gördüyümüz kimi 9 eləyəcək. Amma biri də var, məsələn, aşağı yuvarlaqlaşdırma, yuxarı yuvarlaqlaşdırma. Məsələn, fuller yazırıq, mass.fuller. Yəni, bu çox işlədiyim üçün əzbər bilirəm. Amma siz əzbər bilməsəniz də o var, oradan baxıb istifadə edə bilərsiniz. Mass.fuller, məsələn, gördüyümüz kimi 9.14-ü 9 eləyir, nəticəni bizə göstərir. Biz 9-u görmüş oluruq. Çünki aşağı yuvarlaqlaşdırır. Bu 9,99-u da aşağı yuvarlaqlaşdırılacaq. Yəni, burada belə bir xüsusiyyəti var bunun. Görürsünüz, 9 elədi. Halbuki 10-a yaxın idi. Bu aşağı yuvarlaqlaşdırır. Bir də mass.scale funksiyası var. Scale nə edir? Scale də ədədi yuxarı yuvarlaqlaşdırır. Məsələn, 9.1-dir. Baxaq, 9.1-i 10 eləyir. Gördüyümüz kimi yuxarıya doğru yuvarlaqlaşdırma əməliyyatını aparır. Gördüyümüz kimi burada yuxarıya, aşağı yuvarlaqlaşdırma, modulu tapma, sinusu tapma, kosinusu tapma kimi əməliyyatlar var. Yəni, riyazi bu tip əməliyyatları həyata keçirə bilərsiniz. Bunları bir-bir yazıb göstərməyəcəm, çünki ehtiyac yoxdur yazmağa. Sadəcə sizə lazım olarsa, buradan baxa bilərsiniz. Məsələn, baxın, burada sabitlər də var. Pi sabiti var, Y sabiti var. Pi nədir? Riyaziyyatda olan pi. Məsələn, bunu constdan da yaza bilərik. Const A bərabərdir mass.pi. Mass.pi. Alert A. Niyə const yazdım? Çünki bu heç vaxt dəyişməyəcək. Birbaşa mass.pi də yaza bilərik. Gördüyünüz kimi 3,14-ü, daha doğrusu pi-nin qiymətini müəyyən bir dəqiqliklə bizə göstərmiş oldu. Bu heç vaxt dəyişməyəcək üçün burada constdan istifadə edə bilərik, yəni rahatlıqla. Y də var, mass.y. Baxaq.
2,71 y-nin qiymətində bizə göstərmiş olur. Burada sonra max, min funksiyaları var. Bu müəyyən qədər işimizə yaraya biləcək funksiyalardandır. Max nə edir? Ədədlərin ən böyüyünü göstərir. Məsələn, let a bərabərdir max. 5 dənə ədəd var. Məsələn, yarışda ən çox neçə bal yığılıb, məsələn, onu tapmaq istəyirik. Ən çox yığılan xalı tapmaq istəyirik. O zaman istifadə edə bilərik. Məsələn, 5, 4, 3, 8. Gördüyümüz kimi, alert edək. Alert A. Baxaq. Gördüyümüz kimi 8 çıxardır. Niyə 8 çıxardır? Çünki bu ədədlərin ən böyüyü 8-dir. Max.max 5, 4, 3, 8. 8 olduğu üçün 8 çıxardır. Bir də burada var max.min. Min nədir? Bu ədədlərin ən kiçiyini çıxartmaq üçün istifadə olunur. Yeniyə səhifəni gördüyümüz kimi 3 çıxır. Yəni bu ədədlərdən ən kiçiyi 3 olduğu üçün bizə 2 çıxartmış olur, 2 göstərmiş olur. Bu qədər, yəni riyazi funksiyalar belə gördüyümüz kimi sadədir, rahatlıqla istifadə edə bilərik. Bir də burada son olaraq random funksiyası var. Onu göstərmək istəyirəm sizə. Pəncərəni də bağlayacağım, artıq ehtiyac yoxdur. Random nə edir? Təsadüfi ədəd çıxartmaq üçün istifadə olunur. Yəni təsadüfi ədədlər çox önəmlidir. Niyə görə? Məsələn, Snake Game. Əsasən oyunlarda loteriya sistemlərində istifadə olunur. Məsələn, loteriyada siz loteriya biletlərində rəqəmlərin çıxarılması var. 1, 2, 3, 4. O ədədlər necə çıxarılır? Baxın, təsadüfi ədədlərlə çıxardıla bilər. Və yaxud da ki, məsələn, oyunlarda baxın, biz bu almanı tutaq ki, yeyirik, görürsünüz. Alma hər dəfə fərqli yerdə yaranır. Baxın, bu fərqli yeri heç kim bilməməlidir. Oyunun proqramçıları belə biz bilməməliyik ki, oyun daha maraqlı olsun. Baxın, o fərqli yerin tapılması üçün təsadüfi seçim funksiyası lazımdır ki, o alma hər dəfə fərqli yerdə olsun, oyun daha maraqlı hala gəlsin. Bunun üçün max.random funksiyasından istifadə edə bilərik. Səhifəni yeniləyək. Daha doğrusu alert falan yazmadığım üçün heç bir şey görsənmədi. Alert A yazaq. Baxın, gördüyümüz kimi 0 nöqtə belə bir uzun ədəd çıxardır. Hər dəfə səhifəni yenilədikdə bu ədəd dəyişəcək. 0.08 və ya 0.48. Bu hər dəfə 0-1 aralığında təsadüfi bir ədəd çıxardır. Gördüyümüz kimi 0 və 1 aralığında. 0.04. Bu şəkildə çıxardırıq. Bəs deyə bilərsiniz ki, bizə tam ədəd lazımdır. Onu necə tapa bilərik? Onu tapmaq üçün də bu ədədi götürə bilərik. Məsələn, tutaq ki, biz 100-ə qədər bir ədəd tapmaq istəyirik. 0-100 aralığı deyək. Məsələn, bir ədəd tapmaq istəyirik. Məsələn, 0,14 nöqtə. Biz nə edə bilərik? Bunu 100-ə vura bilərik. Biz bunu 100-ə vurduqda, məsələn, baxaq, belə bir ədəd çıxacaq qarşımıza. 30 nöqtə. Görürsünüz, 83 nöqtə. Tam, amma arxasında, tam deyə daha doğrusu, 20 nöqtə arxasında rəqəmlər də var. Bunu da itirmək üçün biz bayaq baxdığımız max_floor funksiyası var. Yaza bilərik ki, let bərabərdir max.floor A. Axırda B-ni çap edə bilərik. Baxaq. Axırda B-ni çap edə bilərik. Gördüyümüz kimi 47 çıxmış oldu. Yəni 100-ə qədər bir tam ədədləri çıxartmış oluruq. Yalnız tam ədədlər. Bu şəkildə ədədləri tapmış oluq. Burada qeyd edədiyim kimi təsadüfi bir ədəd seçilir 100-ə qədər, ancaq tam olmur. Məsələn, 49,5 olur. Tutaq ki, bu da yuvarlaqlaşdırır onu 49 eləyir, aşağıya yuvarlaqlaşdırır 49 eləyir və nəticəni sonda görmüş olur. Bu qədər, növbəti mövzuda görüşənə qədər.